Bəzi şəxslər var ki, Ərbəyin səfərinə gəlmək istəyirlər, amma heç bir şərtlər mümkün olmur. Və deyirlər ki, yəqin biz layiq olmadığımıza görə alınmadı. Hər hansı bir hərəkətimiz səbəb oldu ki, bu il Ərbəyin səfərindən geri qalan. Əhl-i-Beyt bizim kimi kinli şəxslər deyirlər ki, hər hansı bir səhvimizə görə kin saxlayıb bizi cəzalandırdılar. Bəlkə bu səfərdə biz xeyir əldə etmək əvəzinə hər hansı bir günaha mübtəla olacaqdır və yaxud da ondan daha xeyirli şeylər nəzərdə tutulur. Və ya ola bilsin, başqa bir il nəzərdə tutub İmam Hüseyin əleyhissalam bizim. Onların heç bir şey hikmətsiz deyil. Bəli, insan özünə dönüb baxmalıdır. Hər kəsdən razı olmalıdır, özündən başqa. İnsan gərək daima özündən narazı olsun. Bu xüsusiyyət ki, bizə Əhl-i-Beyt məktəbində davamlı olaraq addımlarımızı möhkəm atmağa səbəb olur. Bizə gərək öz əməllərimizdən arxayın olsaq, əlbəttə ki, zaman keçdikcə güclənir ki, bəli, mən şiəyəm, mən Əhl-i-Beyt yolundayam, mən Əhl-i-Beyt sevgisi var məndə, mən hər il Ərbəyinəyə gedirəm ya da kimlərinizin getməyinə vəsilə oluram və s. və ilaxı bu kimi şeylər bizi əsl həqiqətimizdən uzaqlaşdırmasın. İnsan özünü çox yaxşı tanıyır. Nə qədər də biz başqalarına oynasaq da özümüz öz daxilimizdə özümüzü çox yaxşı tanıyırıq.